Osmanlı və Türkiyə tarixinin ilk siyasi partiyaları hansılar olmuşlar? İlk siyasi təşkilatları hansılar olmuşlar? Osmanlı dövrünün sultana alternativ olan ilk siyasi təşkilatı 1859-cu ildə İstanbulda yaradılan Fədailər Cəmiyyəti idi ki, onun əsasını qoyan Süleymaniyyəli Şeyx Əhməd idi. Onların əsas məqsədi konstitusiyalı quruluşu əsaslandırmaq, eyni zamanda ölkədə bir məşrutənin, yəni konstitusiyaya əsaslanan bir seçkili orqanın olmasını təbliğ etmək idi. Lakin Osmanlı dövrünün müasir standartlara cavab verən ilk siyasi partiyası isə İttihad və Tərəqqi Təşkilatı idi ki, 1889-cu ildə İstanbulda yaradılmışdı və əsasını qoyansa Əli Rüşdi idi. Türkiyə Cümhuriyyəti dövrünün ilk siyasi partiyası isə 1923-cü ildə yaradılmış olan Xalq Firqəsi adlanan, indiki dövrdə Cümhuriyyət Xalq Partiyası adlanan partiya idi ki, əsasını qoyan Mustafa Kemal Atatürk idi. Türkiyə Cümhuriyyət elan olunduqdan sonra isə Xalq Firqəsinin adı dəyişərək Cümhuriyyət Xalq Partiyası olmuşdu. Lakin Cümhuriyyət Xalq Partiyasına qarşı yaradılan ilk müxalifət təşkilatı isə, yəni Türkiyə Cümhuriyyətinin ilk müxalifət təşkilatı isə Kazım Qarabəkir tərəfindən 1924-cü ildə əsası qoyulan Tərəqqipərvərlərin Hürriyyəti firqəsi idi. Onun əsas məqsədi ölkədə çoxpartiyallığa nail olmaq, eyni zamanda Türkiyənin müəyyən, belə desək, sağ təmayüllü, milliyyətçi standartlarını saxlamaq idi. Lakin 1925-ci il Şeyx Səid üsyanında partiyanın üzvlərinin bir neçə hissəsi iştirak elədikdən görə partiya qadağan olundu və ləğv edildi.